təhlükəsiz bunkerlərdən birinin yerləşdiyi və Xameneinin ailəsi ilə birlikdə köçdüyü. Yanı başlarında yaranacaq yeni Güney Azərbaycan Cumhuriyyəti ilə işbirliyi üçün əl yeri qoysun. Bakıda düz oturub əyri danışan jurnalistlərə sualım var. Sizdə bu müştəbəhlik hardan qaynaqlanır? İndi sizə nə olub Trumpdan çox qırmızı bişirsiniz? Təsəvvür etməyin ki, siz jurnalistikanı yaltaqologiyaya çevirməklə sizə sahib çıxacaqlar. Elə Azərbaycanın özündə Xəttə İsmail o boyda Amerikanın jurnalisti. Elmar Hüseynov da müstəqil jurnalist kimi çalışırdı. Birinin evindən kamera çıxdı, digərinin ağzından güllələdilər. Odur ki, Amerikanı buraxın, hakimiyyətin ipindən bərk yapışın.